Salam, xoş qədəm xanım. Mən Abdullayeva Türkan atası qızı 1900 bilmirəm neçənci ildə fevralın 31 anadan olmuşam. Mən qohumlarımın əlindən televizora çıxa bilmədiyimə görə sizə belə video ilə müraciət edirəm. Xahiş edirəm, xoş bir qədəm xanıma kömək eləyəsiniz. Yox, size başlaşmayın, qohumlarımızla da axtarmıram. Nə də atam axtarmıram, atam yanımdadır, anam da yanımdadır, çox şükür. Mən qohumlarımı itirmək istəyirəm. Xoş qədəm xanım. Bütün qohumlarımı itirmək istəyirəm. İstəyirəm ki, mənim heç bir qohumum olmasın, onları axtarıb tapa bilməyim. İtirim hamısını, heç birine xəbərim olmasın. Xoş qədəm xanım. Çünki mən bütün qohumların əlinə daha boğaza yığmışam. Çünkü beni boğaza yığıflar da. Biri deyir buraya qarşını alma. Biri deyir bığını el vurma. Biri çolka kəstirən bana deyir ki az buna bak çəkil bırak ve bu əri etmək gəzirdən sən. Yani belə çox çətin vəziyyətdəyim, xoş qədəm xanım. Saçma kraska qoyuram, bana deyir ki kırmızı baş, mən lağa qoyurlar, xoş qədəm xanım. Ne olar kurban olayım, xoş gələm xanım, bana bir köməklik eləyin, bana. Qaşlar bu qədər qalındı ki, gözümə gün ışığı düşmür. Dirələri padrukalarımıza gelip iki gidək şəhərdə gəzək. Sağda baxıram saat 1'de çölə baxdım, gördüm qaranlıqdı, deyirəm ki yox az geçti, gece saat 1'de ne işimiz var çöldə. Az padrukam deyirken sen baş çıxarım da elə gün orta 1'di. Ben qaşlarımın uçmasından yatara göremiyorum, xoş qədəm xanım. Bunlarım o kadar uzanıb ki eve qonaq gələndə elə bilir ki evin kişisi mənəm. Belə çox çətin vəziyyətdə, xoş qədəm xanım, xahiş edirəm, bana kömək eləyəsiniz.